dini ritualların bir qaydaları var. Hamı onu eləyir. Onu qəbul eləmirsə, amma başqa bir formada o Allaha gedən yolunu özü çizirsə, burada bir qəbahət var. O dindən çıxmış olur. Yəni o bizim dediyimiz klassik, yəni o səmavi dinlərin nöqteyi nəzərindən baxanda, oradan hansısa şeylər var ki, orada sən dinsiz sayıla bilərsən, şirk qoşmuş sayıla bilərsən, çıxım kafir sayıla bilərsən. Amma burada bir məsələ var ki, bayaq dediyim ki, bu sinkretikdir, hibriddir, kokteyldir. Onun içərisində olan o məsələn tutaq ki, Buddizmdən, İudaizmdən, onlarda əslində onların klassik variantında həmin o meditasiyalar vardı. Amma o meditasiya səndən məsələn sükunət tələb eləyir, təklik tələb eləyir. Amma bunun müqabilində səndən pul almır da. Məsələ budur. Mən bu fikirlə tam razı deyiləm. Biz ənəvi dinlərə yenə də biraz tərəfdar çıxırıq. Yəni bu bizim ənənəmizdən irəli gələn bir şeydir. Əslində orada da bizdən müəyyən öhdəliklər istənilir. Nədir bu? Zəkat verməlisən, sədaqə verməlisən, xümus verməlisən. Yəni əslində bizim orada da bizdən müəyyən öhdəliklər var. Hansısa dolay bir yolu var. Bəli, dolay yolu. Məsələn, bir katolik üçün, yəni onun günahı çıxartması üçün mütləq gedib kilsəyə bir şey ödəməlidir və günah çıxartmalıdır. O tək başına belə bu günahı çıxarda bilməz. Yəni bir sistem var da, onu deyirəm ki, tələblər bir sistemi formalaşdırır, bir sxemi formalaşdırır ki, insan əgər bu dinə gəldinsə, sən bunları eləməlisən. Görünür bəzi şeylərin son istifadə tarixi keçib də insan üçün. Yəni ona görə başqa deyirsiniz ki, yenilənməlidir. Artıq başqa formalarına, yəni bu axtarışın özü biz indi bunun dəllallıq və s. tərəfindən tanışırıq da. Amma yeni görünür insana artıq bu modellər kifayət eləmir də. Bu şey özünün ömrünü tükədib.